Ekstremal turizm növünün inkişafı və təbliğatı məqsədi ilə təşkil olunan yürüşə Azadlıq meydanından start verildi. Mədəniyyət və Turizm Nazirliyinin və 4x4 klubunun təcrübəli sürücüləri Bakıdan Qubaya istiqamət götürdülər. Layihədə tək dağ yolları ilə hərəkət yox, eyni zamanda ölkəmizin tarixi mədəniyyət abidələri ilə tanışlıq da nəzərdə tutulurdu. Lider TV'nin informasiya dəstəyi ilə keçirilən yeni turist marşrutlarını kəşf edə adı altında keçirilən Avtosafari marşrut iştirakçılarını ilk dayanacağı nöqtə Şabran şəhərindəki tarixi mədəniyyət qoruğu oldu. Burada iştirakçılara qoruq barəsində ətraflı məlumat veriləcək. Layihə iştirakçıları 2000 yaşı olan Şabran tarixi mədəniyyət qoruğu barədə bilmədiklərini öyrəndilər. Şəhər divarları görünür, hava divarları görünür, su hücrələrinin saxlandığı ehtiyat anbarları görünür, ictimai yerlər görünür, binalar görünür, sənətkarlıq sexləri görünür. Məşhur Azərbaycan şairi Nəsrəddin Xəzaninin həbs olduğu və həbsiyəsini yazdığı məhbəs görünür. Şəhərin qədim dövrdən müasir vəziyyətə qədər keçdiyi çox kəsməkesli bir dövr olub. Daha sonra Quba şəhərinə çatan layihə iştirakçıları rayonun mərkəzi meydanında 19-cu əsr Ayə Cümə məscidi və kütləvi məzarlığı ziyarət etdilər. Bu proqramın tələblərinin biri də Azərbaycanda mövcud olan turizm potensialından səmərli istifadə edərək ölkənin turizm imicini, ölkənin mədəni dəyərlərini, ölkənin adət-ənənəsini, xalqın qonaq-qərbələrini, təbiətini, gözəl mənzərəsini bütün dünyaya turizm məhsulu vasitəsilə çatdırılır. Dəniz səviyyəsində 1241 metr hündürlükdə Böyük Qafqaz dağlarının qoynunda gecələdikdən sonra layihə iştirakçıları səhər saatlarında yeni dağ yolları ilə turist marşrutunun hərəkətinə başladılar. Biz Şamaxı rayon istiqamətində dağ yollarında hərəkət edəcəyik. Deməli, Qubadan çıxırıq Təngialtı, Təngidərəsi, Afırcal, Qonaqkənd, Xaltan və Xaltan aşımı və Şamaxı rayonuna inşallah qismət olsa axşam planlaşdırılır çatımlar. Öncə layihə iştirakçıları yeni turist marşrutunun istiqamətini müəyyənləşdirən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan lövhəni Nüqədi kəndi ərazisindəki Təngə dərəsinə sancdılar. Nüqədi kəndinin Təngə dərəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu lövhənin bura bastırılması onu göstərir ki, artıq bu istiqamətdən ekstremal dağ yolları ilə yeni turist marşrutları açıldı. Artıq ən həyəcanlı və ekstremal anlara start verildiyini tam məsuliyyətlə deyə bilərik. Çünki insan ayağı dəyməyən Böyük Qafqaz dağlarının ətəyi ilə Şamaxı şəhərinə çatmalıyıq. Təbii ki, 4x4 klubunun təcrübəli sürücüləri cip avtomobilləri idarə etməsəydilər, mənzil başına çatmaq mümkün olmayacaqdır. Çaylardan və dağ yamaclarından keçən avtomobillərin sürücüləri əsl qəhrəmanlıq nümayiş etdirdilər. Amma sıradan qalanlar da öldü. Biz deməli qazın pedalı sıradan çıxmışdı. Yəni biz o çayı keçəndə orada maşın bazıca qaldı və qazın pedalı yerindən çıxmışdı. Sadəcə düzəltdi və sonra başqa. Yolumuza devam edirlər. Bəli, yolumuza devam edir. Qarşı qaydasında. Hətta bəzi sürücülər yolların keçilməz olduğunu görüb marşrutlarını da dəyişdilər. Xaldan kəndində sel sularının gölü yuması nəticəsində gördüyünüz kimi avtomobillər yolu keçə bilmədiyinə görə məcbur olub sahəsindən keçəcəklər. Avtomobil karvanında olan Ford markalı cipin körpüsü tamamilə sıradan çıxdığına görə avtomobilin hərəkəti mümkünsüz oldu. Bakıdan həmin avtomobilə yardım gələnə qədər digər avtomobillər yollarına davam etdi. Nəhayət, 105 kilometrlik dağ yolu 10 saata qət edildi və yeni turist marşrutu kəşf olundu. Yeni turist marşrutlarını kəşf edə adı altında baş tutan layihənin bu da sonu. Layihə uğurla başa çatdı. Şamaxı rayonunda artıq layihənin çıxışı da qoyuldu. Teymur Mərdanoğlu, Rahim Mustafayev, Lider TV.